Salam əziz izləyicilərimiz. Biz bu günləri alma piroqu edirik. Deməli, yumurtaları öncədən sındırırıq və qaba yerləşdiririk. Təbii ki, bu arada mikserinizdə hazırlayın, qoyun və üzərinə şəkər tozu əlavə edəcəm. Çünki şəkər tozu ilə birinci yumurtanı mikser vasitəsilə çalırıq və ondan sonra keçirik növbəti proseslərə. Və bu arada bunu deyim ki, hamısının, yəni qədər-qədəri nə qədər əlavə edirik, hamısını videonun alt hissəsində qeyd edəcəm. Təbii ki, bunu da deyim sizə, yəni keçid edib tərkib hissəsinə oradan baxa bilərsiniz. Və yumurtaları pesokla, yəni şəkər tozu ilə qarışdırdıqdan, çaldıqdan sonra digər malzəmələri, ləvazimatları üzərinə yerləşdirəcəyik və bu arada bir stəkanımız 200 ml-dir və bir stəkan qatıq və yaxud da ki yerinə smetan, xama əlavə edə bilərsiniz. Heç bir problemi yoxdur. Yəni bir stəkan əlavə etdikdən sonra onu yumşaq-yumşaq çeviririk. Mikserə yəni yığışdırırıq, mikserə ehtiyac yoxdur. Sonra az miqdarda duruyaq və sonra qabartma tozudur, vanildir, şəkər vanilidir və ondan sonra və yavaş-yavaş unu əlavə edirik. Təbii ki, ələkdən keçirdirik. Daha yaxşı, daha qabartmaqdan ötürü ələkdən keçirdik. Hissi hardasa məndə burada 2 stəkan yarıma qədər un əlavə elədim. Bunu yavaş-yavaş çeviririk. Biz çevirdikcə bərkməyə başlayır. Tam bərk olmalı deyil, yumşaq halda olmalıdır. Bu formada, kıvamı bu formadadır. Ondan artıq bərkləşdirməyə ehtiyacı yoxdur və bu arada da almaları soymağa başladım. Çünki mən nə elədim? Almalardan bir alma bütün, əl içi boylu olan almanı soydum və xırda-xırda doğradım və onu əlavə elədim xəmirinin içərisinə və sonra da ki, keçdik digər məsələlərə. Doğradığımız almaları xəmirin üzərinə yerləşdiririk və onu qəşəngcə qarışdırırıq ki, hər tərəfində olsun və sonra xəmirə yerləşdirdik listimizə yağlı kağız mən mütləq şəkildə istifadə edirəm və nə üçün deyəcəksiniz ki, yəni unsuz da istifadə etmək olar. Çünki xəmirimiz yapışmasın, listimizə deyil, rahat şəkildə çıxartmaq olsun və xəmiri listə yerləşdirdikdən sonra yaxşıca biraz çırpırsınız ki, onun havası qalmasın deyə. Sonra almaları mən qabıqlı formada içini dərdim, almaları qabıqlı formada doğradım. Çünki ləzzətli dadı ondadır. Yəni deyəcəksiniz ki, qabıqlar orada ağızda hiss olunur. Xeyr, o qədər yumuşaq, o qədər pambıq kimi bişir ki, yəni mən bişirdim piroqların içində deyərdim ki, ən möhtəşəmi, ən gözəl, ən dadlısı budur. Siz də edin, nuş edin və bu arada zəhmət olmaz, abunə deyilsinizsə, abunə olub, like atıb, yorum yazsaz, sevindirərsiniz bizi də və daha çox həvəsləndirərsiniz. Bu tipli videoların gəlməsinə də böyük bir səbəb olarsınız.